أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي رب يسر ولا تعسر رب تمم بالخير. Uca Allaha həmd olsun. Resulullah sallallahu aleyhi və səlləmə salat salamlar olsun. Etdiyim nəsihətlər öncə özümə, sonra siz dəyərli qardaşlarımadır. Uca Allah bizlərə haqqı haqq olaraq, batili də batil olaraq görməyi nəsib etsin. Edəcəyimiz mövzu ilk öncə özümüzə, sonra siz dəyərli qardaşlarımadır. Mövzumuz istiğfar və zikirdir. İstiğfar nə anlama gəlir? İlk öncə onu deməyə çalışacağım Allahın izni ilə. İstiğfar Allahdan xəta və günahların bağışlanmasını istəmək deməkdir. İstiğfarın qəlb aləmimizin aranmasında xüsusi bir yeri vardır. Belə ki, layiqi ilə edilən istiğfar sayəsində insan qəlbinin parlamasına yol açan günah kirlərindən qurtulur. Bu xüsusda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Qul bir xəta etdiyi zaman qəlbinə qara bir xal düşər. Əgər tövbə edib bağışlanmasını istəyərsə, qəlbi bu ləkədən təmizlənib cilalanar. Lakin təkrar günah edərsə, bu nöqtələr çoxalaraq bütün qəlbinə əhatə edər. Məhz Allah Taala'nın Qur'anda zikr etdiyi qəlbin kirlənməsi, paslanması məsələsi də budur. Bugünkü mövzumuz Allahın izni ilə istiğfar mövzusudur. Allahdan bağışlanmaq mövzusudur. Bu zikri Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatında çox görürük. Eləcə də Quran-ı Kərimdə də Allah-u Teala bizləri istiğfara dəvət edir. Mövzumuz Allahın izni ilə Quran və sünnə işığında və böyük alimlərin nəsihətləri üzərində olacaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər gün dönə-dönə tövbə edərmiş. Və bəzi hədislərindən biri də budur ki, bəzən qəlbimin pərdələndiyi anlar olur. Bu səbəbdən hər gün mən Allaha 100 dəfədən çox tövbə edirəm. Resulullah sallallahu aleyhi və səlləmin qəlbinin pərdələnməsi malik olduğu ali məqama nisbətlə müqayisə edilmişdir. Onun Allah Teala ilə heç vaxt əlaqəsi kəsilməyən qəlbən mənəvi bir bağlılığı vardır. Həzrəti Peyğəmbərimiz Peyğəmbərlik məqamına sahib olduğuna görə yemək, içmək, yatmaq və xanımları ilə bir yerdə olmaq kimi dünyəvi işlərlə məşğul olmasının əlaqəni zəiflətdiyinə bu məqama işarə edir. Biz fərqinə varmasaq belə, Allah Teala ilə hər an bərabər olan həssas bir qəlb üçün bu xüsus çox mühüm əhəmiyyət kəsb edir. Bundan başqa bu cür hadisələri ilə əziz Peyğəmbərimiz bizə qəlb dünyamızın cilalanmasında tövbə və istiğfarın nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Tövbə edən şəxs dili ilə Allahdan bağışlanmasını istəyərkən qəlbini və bədənini mümkün olduğu qədər günahlardan uzaq saxlamalı və günah etməyə israr etməməlidir. Çünki Allaha bəndə olmaq bunu tələb edir. Allah Teala Quran-ı Kərimdə bu məsələ haqqında belə buyurur. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb tövbə edərək günahların bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini, gördükləri işin pis olduğunu bildikdə bir daha ona qayıtmazlar. Ey iman gətirənlər! Allaha səmimi qəlbdən bir daha qayıtmamaq şərti ilə tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi ağacları altında çaylar axan cənnətə daxil etsin. İstiğfara davam etməyin insanı xoşbəxtliyə çatdıracaq maddi və mənəvi faydaları vardır. Bu xüsusda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir adam tövbəni dilindən əksik etməzsə, Allah Teala ona hər çətinlikdən bir çıxış, hər kədərdən bir qurtuluş yolu göstərər və ona gözləmədiyi yerdən ruzi yolu açar. Tabiinin nəslindən ən tanınmış şəxsiyyətlərdən Həsən-ül Bəsri Həzrətləri quraqlıqdan, kasıblıqdan, övladının olmamasından, tarlasının bar verməməsindən şikayət edən və onlara yol göstərməsini istəyən müxtəlif insanlara həmişə eyni tövsiyəni etmişdir.
yəni istiğfarı tövsiyə etmişdir. Yanındakı insanlar ona bu adamların dərd və kədərlərinin bir-birindən fərqli olduğu halda nəyə görə hamısına eyni tövsiyəni edirsən? Allah dostu da bunun üzərinə bu ayəti oxumuşdu. Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki o, tövbə edən bəndəsinin günahlarını bağışlayandır. O sizə göydən bol yağış göndərər. O sizə mal, dövlət, oğul, uşaq əta edər. O sizin üçün bağlar, bağçalar yaradar və çaylar axıdar. Yəni, buradan göründüyü kimi, insanın əgər yoxsulluq çətinliyi çəkərsə, mal sıxıntısı çəkərsə, övlad sıxıntısı çəkərsə, Allahdan bağışlanma diləməlidir. Allaha yönəlməlidir. Allahdan əfv olunmağını istəməlidir, tövbə etməlidir. Bu ayət də buna dəlildir. İstiğfarın necə edilməsinə gəlincə, bu xüsusda hədis şəriflərdə bizə yol göstərən çox dəyərli məlumatlar mövcuddur. Savban radiyallahu anh deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm salam verib fərz namazı bitirdikdən sonra 3 dəfə istiğfar edər və Allahümme entəssələm və minkəssələm təbərəkdir ya dəl-cəlali vəl-ikram deyər. Bu hadisin ravilərindən olan Əvzandan tövbə necə edilir deyə soruşuldu. O da belə cavab verdi. Əstəğfirullah, əstəğfirullah, əstəğfirullah deyirsən. Peyğəmbərimizin sünnəsinə tabi olaraq qıldığımız fərz və ya sünnə namazlarından sonra Allahümme entəssələmi hamımız oxuyuruq. Amma bundan əvvəl 3 dəfə Allahdan məni bağışlanmasını diləyirəm mənasında əstəğfirullah demək sünnəsi xalqımızın arasında unudulmağa başlamışdır. Halbuki biz bu sünnəni yenidən ehya edə bilərik. Çünki namazı bitirən və Rəbbinin huzurundan ayrılan insan namazdan dərhal sonra istiğfar etməklə Ya Rəbbim, sənə layiqincə bəndəlik edə bilmədim, məni bağışla deyərək Yaradanı ilə əlaqəni gözəl bir şəkildə davam etdirmiş olar. İbn Məsud radiyallahu anh rəvayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Hər kim özündən başqa ilah olmayan, əbədi həyatla daim diri olan, hər şeyin varlığı ona bağlı olub, kainatı idarə edən Allahdan məni bağışlanmasını diləyər və günahlarıma tövbə edirəm deyə yalvarsa, döyüşdən qaçmış olsa belə günahları bağışlanar. Həzrət Ayşə radiyallahu anh rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm vəfatından öncə tez-tez Subhanəkə və bihamdikə əstəğfirkə və tubu ileyk. Mən səni ali məqamına yaraşmayan sifətlərdən uzaq tutur və sənə həmd edirəm. Məni bağışlanmağını diləyir və günahlarıma tövbə edirəm. Yəni, Rasulullah sallallahu aleyhi və səlləmin keçmiş və gələcək günahları bağışlandığı halda Allahdan bağışlanma diləyirmiş. Təsəvvür edin, görün biz necə olmalıyıq. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Allah-u Teala Qur'an-ı Kərimdə ömrünə and içir, yaşadığı həyata. Lə'amruka, and olsun deyir sənin ömrüvə. Belə bir şəxsin Allah-u Teala'dan gündə 100 dəfədən çox istiğfar etdiyini görürük. Yəni, gecələri durub Allahdan bağışlanma, ayaqları şişənəcən namaz qıldığını görürük. Bundan başqa Peyğəmbər sallallahu aleyhi və səlləm zəngin üslubu və geniş mənası ilə diqqət çəkən Seyyidül İstiğfar deyə adlandırdığı duanı da bizə tövsiyə etmişdir. Seyyidül İstiğfar nə mənaya gəlir? Yəni, istiğfarların əfəndisi. Allahdan bağışlanma diləməyin əfəndilərindən olan duanı bizə Allah-u Teala Peyğəmbər vasitəsilə öyrədir. İstiğfarın ən üstünü bəndənin belə deməsidir. Allahım, sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq ilah yoxdur. Məni sən yarattın. Mən sənin bəndənəm. Əzəldən sənə verdiyim sözümdə və vədimdə hələ gücüm çatana qədər dururam. Etdiyim günahların şərrindən sənə sığınıram. Mənə lütf etdiyin nemətləri huzurunda minnətdarlıqla yad edir. Günahımı etiraf edirəm. Məni əfv et. Heç şübhə yoxdur ki, günahları səndən başqa əfv edə biləcək bir varlıq yoxdur. Rasulullah sallallahu aleyhi və səlləm sözünə belə davam edir. Hər kim bu seyyidül istiğfarı, savabına və fəzilətinə bütün qəlbi ilə inanaraq gündüz oxuyar və həmin gün axşam olmadan ölərsə cənnətlik olar. Yenə hər kim savabına və fəzilətinə qəlbən inanaraq, gecə oxuyaraq, səhərə çıxmadan ölərsə cənnətlik olar. Şübhəsiz ki, bu istiğfar bəndənin Mövlasına yalvarışını səmimi bir şəkildə ifadə etdiyinə görə doğrudan da seyyidül istiğfar deyə zikr edilməyə layiq gözəllikdə və mükəmməllikdədir.
Hədisin sonundakı cənnət müjdəsi günahlar altında əzilən zavallı könüllərə səhərin mehinin sərinliyini və canlılığını gətirir. Bir mümin özü üçün istiğfar etdiyi kimi vəfat etmiş və ya həyatda olan ata-anasına, qohum əqrabası və digər möminlər üçün də istiğfar edə bilər. Quran-ı Kərimdə Allah-u Teala İbrahim surəsinin 41-ci ayəsində buyurur ki: Ey Rəbbim, haqq hesaba çəkilən gün, qiyamət günü məni, ata-anamı və bütün möminləri bağışla. Mənasındakı İbrahim aleyhissalamın duası bu xüsusda gözəl bir misaldır. Quran-ı Kərim möminlərin vəsiflərindən bəhs edərkən, xüsusilə səhər vaxtlarında istiğfar etdiklərini göstərir. Bir sözlə, tövbə və istiğfarın qəbul ediləcəyi zamanların xüsusilə bu vaxtlarda olduğunu unutmamalıdır. Tövbə və istiğfarla yanaşı, qəlb aləmini gözəl şeylərlə bəzəmək istəyən möminlərin daimi olaraq Allahı zikr etmələri də zəruridir. Allahı qəlbdə xatırlamaq və dildə zikr etmək şəklində xülasə edilə biləcək zikr davamlı olaraq xatırlamağı, qəlbdən çıxarmamağı tələb edir. Quran-ı Kərim Allahın çox zikr edilməsini, səhər-axşam təsbih edilməsini, daxilən yalvarıb, qorxaraq yüksək olmayan bir səslə zikr edilməsini və hər şeydən qəlbini arındıraraq, könlünü tamamilə ona yönətməyi istəyir. Onun zikrindən üz çevirən qafillərin isə sıxıntıya məruz olacağını və axirətdə də kör olaraq həşr ediləcəyini qeyd edir. Bundan başqa şanı uca olan Rəbbimiz Bəqərə surəsinin 152-ci ayəsində buyurur ki: "Fəzkuruni əzkurukum." Məni yada salın ki, mən də sizi yada salım. Yəni buradan başa düşürük ki, Allahın bizi yada salmağını istəyiriksə, öncə biz Allah-u Teala'nı zikr etməliyik. Siz məni zikr edin ki, mən də sizi zikr edim buyurmaqla zikr sayəsində bəndəsi ilə qarşılıqlı bir diyaloq halında olduğunu ifadə edir. Yəni, bəndə Allahın, ya Rabbim dedikcə, Allah-u Teala da bəndəm deyir və onun ehtiyaclarını qarşılayır. Peyğəmbər sallallahu aleyhi və səlləm isə Allahı zikr edənlə, etməyəni diri ilə ölüyə bənzədərək, qəlbinin diriliyini, canlılığını yalnız zikirlə mümkün olduğunu bizə bildirir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm zikr edənlə zikr etməyəni ölü ilə diri kimi fərqləndirmişdir. Allahı zikr etmək barəsində ən mükəmməl örnəyimiz Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Rasulullah sallallahu aleyhi və səlləmin hər sözü bir fayda verməyi, yaxud da bir zərəri dəf etməyi qarşısına məqsəd qoyduğu üçün zikr olaraq vəsf edilmişdir. Əmr etdiyi və qadağan etdiyi şeylər, qoyduğu qaydalar, Allahın ad və sifətləri ilə bağlı sözləri, verdiyi hökmlər və etdiyi əməllər də zikr kimi qəbul edilmişdir. Allahı öyməsi, həmd etməsi, təsbih etməsi, duası, ona sığınması və qorxması da zikirdir. Danışmadığı zamanlarda susması da zikirdir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm hər halı ilə Allah ilə bərabərdir. Çünki Allahın Rasulü qəlbi yatarkən belə oyanıq haldadır. Qısaca olaraq, o hər zaman zikr halındadır. Belə ki, Həzrət Ayşə anamız da Peyğəmbərimizin hər an Allah-u Teala'nı zikr etdiyini rəvayət edir. Yenə Həzrət Ayşə radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləm gecə yarısı ibadət üçün qalxdığında 10 dəfə Allahu Ekber, Elhamdülillah, Subhanallahi və bihamdihi, Subhanallahil Məlikil Quddus, Əstəğfirullah, La ilahə illallah deyə zikr edib, ardından da yenə 10 dəfə Allahın dünyanın və axirətin sıxıntısı və darlığından sənə sığınıraq şəklində dua etdiyini, sonra da namaz qılmağa başladığını xəbər verir. Bir hədis şərifində deyilməsi asan, lakin əcr və savabı çox olan bu zikri tövsiyə edilir. Dilə asan, mizana isə, tərəziyə qoyulduğunda isə ağır gələn və rəhmən olan Allahın xoşuna gələn iki cümlə vardır ki, bunlar Subhanallahi və bihamdihi, Subhanallahil azim ifadələridir. Allah Rasulunun zikr haqqında hədislərinə nəzər saldıqda buna bənzər bir çox müjdələrə rast gələ bilirik. Bunların hamısı bizim ümmətin qəlbi həyatını bəzəyəcək əvəzsiz öğütlərdir. Namaz, təsbih, həmd,
təkbir, təhlil və tövbə kimi ibadətlərlə yanaşı, xüsusilə Qur'an-ı Kərimi oxumaq və ayələri üzərində təfəkkür etmək də zikirdir. Belə ki, zikri biz endirdik, əlbəttə biz qoruyacağıq. Burada zikirdən söhbət Qur'an-ı Kərimdən gedir. Onlar Qur'anı düşünmürlərmi? Ayəsi isə Allahın kitabı ilə təfəkkürə dəvət edir. Elə bu səbəbdən mümin aktiv həyatı Qur'an ilə əhatələnmişdir. Qəlbində Qur'andan heç nə olmayan şəxs xaraba qalmış bir ev kimidir. Bir ev hüzur və saadətin necə məhrumdursa, Qur'andan xəbərsiz bir qəlbin də həqiqi xoşbəxtlikdən bir o qədər uzaq olacağı bariz şəkildə ifadə edilmişdir. Hər an Allahı qəlbində hiss etmək, qəlbi tərbiyə etmək baxımından çox mühümdür. Hədis şərifdə bu hadisə belə bəyan edilir. Allahı unudaraq lüzumsuz söhbətlər etməyin. Çünki Allahı xatırlamadan edilən çox söhbət qəlbi qatılaşdırır. Allahdan ən uzaq olan kimsə də qəlbi qatı olan kimsədir. Təfəkkürün yoldaşı olan zikr sayəsində insan nəfsani arzulardan uzaqlaşır və bunun nəticəsi olaraq qəlb aydınlığına qovuşur. Gərginlik və təlaşın yerinə xoşbəxtlik və saadət əvəz edir. Qur'an-ı Kərim bu hadisə belə ifadə edir. Onlar o kəslərdir ki, iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar. Söhbətimizi Allahın izni ilə Peyğəmbər sallallahu aleyhi və səlləmin son nəsiyyəti ilə bitirirəm. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm hələ dünyada ikən cənnət havasını tənəffüs etmək istəyən qəlblərə zikr məclislərinə qatılmağı tövsiyə etmişdir. O bir gün əshabına cənnət bağçalarına getdiyiniz zaman oradan layiqincə istifadə edin buyurdu. Bundan sonra əshab Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşur. Cənnət bağçası deməklə nəyi nəzərdə tutursunuz? Dedilər. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurdu ki, zikr məclisləridir. Nəticə etibari ilə Allahı zikr etməklə kamilləşən insan dünyəvi talaş və əndişələrdən qurtular. Velhamdülillahi Rabbil alemin.